Deməli, uşaqlar, bizim saytlarla bağlı deyiliş və yazılışda 3 hal baş verə bilər. Səs artımı, səs düşümü, səs dəyişimi. Səs artımı elə bil ki, bizim yazılışda olan sözümüzün deyilişdə bir dənə qonaq gəlir. Məsələn, zəif yazırıq, zəif deyirik. Bax, burada y artırdı. Yəni, buna deyirik səs artımı. Testlərdə səs artımı sözü görəndə başa düşmək lazımdır ki, hərfə bir dənə qonaq, sözə bir dənə qonaq gəlir. Daha sonra səs düşümü hadisəsi nə baş verir? Səs düşümündə, məsələn, təbii, 2 i ilə yazılır, lakin tələfüzdə i-nin biri düşür və uzun tələfüz olunur. Səs düşümü isə bir dənə evin üzvünün söz hərflərdən birini çıxıb getməsidir, yoxa çıxmasıdır. Bu isə səs düşümü hadisəsidir. Testlərdə qarışdırmayın. Səs dəyişimi hadisəsi isə, məsələn, o hərfinin a hərfinə keçməyidir. Məsələn, konfet yazırıq, konfet deyirik. Həmçinin də ola bilər ki, ü hərfi i hərfinə keçsin və yaxud da i hərfi ü hərfinə keçsin. Məsələn, müdir yazırıq, müdür deyirik.